Salam dəyərli şagirdlər, 6-cı sinif Azərbaycan dili suallarının izahını təqdim edirik. Eyni köklü sözlərdən ibarət cərgəni seçin. A variantı evcik, evli, evlər. Burada evlər sözü sadə söz olduğu üçün eyni köklü söz deyil. Eyni köklü söz olması üçün sözlərin hamısı düzəltmə olmalıdır və hamısının kökü eyni məna, eyni məzmunda söz olmalıdır. B variantı gülçü, güllük, güldan sözlərə hər biri düzəltmədir və hər birinin kökü gül ismidir. Doğru cavabımız olacaq B variantı. C variantında yağlar, D variantında vəfa, E variantında mərdlər sözü sadə sözlər olduğu üçün testin doğru cavabı ola bilməz. 2. Biri sərgilənən, sərgidə nümayiş etdirilən əşya mənasındadır. Doğru cavabımız olacaq eksponat. C variantı eksponat. 3-cü sual cədvələ əsasən səhvləri müəyyən edin. Mürəkkəb addır. Araz çayı və Murad ağa mürəkkəb addır. Şahmərdan mürəkkəb ad deyil. Göygöl mürəkkəb ad deyil. Mürəkkəb sözdür. Sinif rəhbəri isə söz birləşməsidir. Doğru cavab olacaq 2 və 5. B variantı. Hansı sözün leksik mənası düzgün göstərilmir? Məhbəs, həbsxana doğru. Düha, insan zəkasının ən yüksək zirvəsi doğru. Nadan, cahil, avam geridə qalmış doğrudur. Kirkirə əl dərmanı doğrudur. Kampaniya isə müəyyən məqsədlə təşkil olunmuş tədbirlər silsiləsi deyil, şirkət deməkdir. Hansı söz daha çox leksik şəkilçi qəbul edib? Kitablarımızdandır. Lar, ımızdan və dır şəkilçisi hamısı qrammatikdir. Qorxaqlıq sözündə aq və lıq şəkilçisi qrammatikdir. Burada 2 leksik şəkilçimiz var. Kitabçalardan sözündə ça leksikdir. Lardan qrammatik 1 leksik şəkilçi var. Yazını sözündə yaz sözündən yazı sözü yaranır. 1 leksik şəkilçimiz var. Meşəlikdə sözündə isə lik leksik şəkilçi də qrammatik şəkilçi. Doğru cavabımız olacaq B variantı. 6-cı sual hansı söz klasteri tamamlaya bilməz? Bəzi sözlərə həm hal, həm də mənsubiyyət şəkilçisi artırdıqda sözün kökündəki qapalı sait düşür. Tamamlaya bilməyən söz lazımdır bizə. Səbir, fikir, qəbir və cisim sözlərində həm hal, həm də mənsubiyyət şəkilçisi artırdıqda söz kökündəki son sait, qapalı sait düşəcək. Qoyun sözündə isə yalnız və yalnız mənsubiyyət şəkilçisi artırdıqda kökündəki sait düşəcək. 7-ci sual. Hansı söz orfoqrafik normaya uyğun deyil, yəni düzgün yazılmayıb? Təhkiyə sözü orfoqrafik normaya uyğun deyil, 2 y ilə deyil, 1 y ilə yazılmalıdır. 8-ci sual. Sual işarəsinin yerinə yazılacaq fikri seçin. Fən, xət, həz sözləri üçün ortaq fikir seçməliyik. A variantı saitlə başlanan şəkilçi artırdıqda son samiti düşər. Bu səhv variantdır. Samitlə başlanan şəkilçi qəbul etdikdə yalnız tələffüz zamanı son samit düşər. Bu da səhv variantdır. Samitlə başlanan şəkilçi qəbul etdikdə yazılış və tələffüzdə son samiti düşər. C variantı bizim testimizin doğru variantıdır. Digər 2 varianta baxaq. D variantı saitlə başlanan şəkilçi qəbul etdikdə yazılış və tələffüzdə son samiti düşər. Bu da bizim doğru cavabımız deyil. E variantı mürəkkəb sözünün tərkibində işlənə bilməz. Əlbəttə ki, mürəkkəb sözünün tərkibində işlənə bilər. Məsələn, rəsm, xətt sözü. 9-cu sual. Hansı cərgədəki sözlər başlanğıc formada verilib? Başlanğıc forma sözün sonuncu leksik şəkilçi daxil olmaqla olan hissəsidir. Açıqlamır. Burada m və ır şəkilçisi qrammatik şəkilçilərdir. Yaxşılıq, balıqçılar. Yaxşılıq sözü başlanğıc formada, balıqçılar isə başlanğıc formada deyil. Düzənlik, meşəlikdə. Burada düzənlik başlanğıc formadadır, meşəlikdə başlanğıc formada deyil. Baxımsız və gözəllik sözləri hər ikisi başlanğıc formadadır. Evimizdəki gözləmək sözlərini evimizdəki başlanğıc formadadır, gözləmək sözü isə başlanğıc formada deyil. 10-cu sual. Sual işarəsinin yerinə yazılacaq fikri müəyyən edin. Mürəkkəb sözü orfoqrafik normaya uyğun deyil. Stolüstü sözü mürəkkəb sözü və orfoqrafik normaya uyğundur. Soydaş, vətənpərvər sözləri düzəltmə sözlərdir. İnişli sözü orfoqrafik normaya uyğundur. Kağız, küğüz sözü isə orfoqrafik normaya uyğun deyil. Defisinə yazılmalıdır. Həm də mürəkkəb sözü. Doğru cavabımız D variantı. 11-ci sual hansı söz üçün gəlçili samitlə bitir? Bu cür testləri işləyərkən uşaqlar doğru tələffüz formasını bilməliyik. Külək sözündə xışdırıq səsi ilə bitir, kar samitdir. Tüfəng ki samiti ilə bitir, kar samitdir. Sevinççi ilə bitir, kar samitdir. Polat ilə bitir, kar samitdir. Doğru cavabımız olacaq E variantı. Sual işarəsinin yerinə yazılacaq sözü müəyyən edin. Həm hiperonim, həm də hiponim kimi işlənən sözümüz doğru cavabımız olacaq
D variantı qrammatika. 13-cü sual. Hansı mürəkkəb adın yazılışında səhvə yol verilib? Əlibəy doğrudur, Murov dağı doğrudur. Böyük Qafqaz dağlarında Qafqaz sözü böyük yazılmalıdır. Doğru cavabımız olacaq C variantı. Hansı cərgədəki qoşa samitli sözlərin yazılış və tələffüzü arasında fərq yoxdur? Dost sözü, niyyət sözü, dost sözünə səs düşmə, hadisə baş verib, hədiyyə və şəffaf sözlərində isə heç bir dəyişiklik yoxdur. Hoppanmaq sözündə səs dəyişimi, p-nın b-yə keçməsi, qüvvə sözündə fərq yoxdur. Qənd sözündə t samiti d t-yə keçir. E variantında isə deyilişi və yazılışı fərqlənir. Hər iki sözün doqqa sözündə də q'nın q-yə keçməsini görürük. Hansı fikir səhvdir? Leksik şəkilçilər sözün mənasını dəyişir, doğrudur. Qrammatik şəkilçilər yalnız sözün formasını dəyişir, əlbəttə, doğrudur. Qrammatik şəkilçilər sözün mənasını dəyişmir, doğrudur. Eyni köklü sözlər düzəltmə sözlərdən ibarət olur, doğrudur. Mürəkkəb sözlər də eyni köklü ola bilər. Bu doğru cavab deyil, çünki mürəkkəb sözlər eyni köklü ola bilməz. Eyni köklü sözlər yalnız düzəltmə olmalıdır. 16-cı sual. Cədvəlin hansı xanasında səbəb-nəticə əlaqəsində səhvə yol verilib? A variantı dimdiyi uzanır və əyilir, nəticədə qartal yaşlanmış hesab olunur, doğrudur. B variantı səbəb yenidən uçmaq gücü qazanır, nəticədə tükləri təzələnir, qanadları yüngülləşir. Uşaqlar, burada səbəb-nəticə əlaqəsinin yerləri dəyişdirilib. Əslində səbəb olmalıdır, tükləri təzələnir, qanadları yüngülləşir, nəticə isə yenidən uçmaq gücü qazanır. Doğru cavab B variantı olacaq. C variantında qartal yaşamağı seçir, nəticədə dağın təpəsinə çəkilib sakit yerdə yuva qurur. Bu doğru variantdır. D variantı qartal 40 yaşına çatır, nəticədə orqanizmi qocalmağa başlayır. Bu da doğru variantdır. Olduğu üçün testimizin doğru cavabı deyil. E variantı pəncələri sərtləşir, nəticədə qartal ovunu tuta bilmir. 17-ci sual mətndə tünd qara hərflərlə verilmiş sözlərdən neçəsi məcazi mənadadır? Məcazi mənada verilmiş sözlər orada acı və yol sözləridir. Yəni ikisi məcazi mənada işlənmişdir. 18-ci sual. Aşağıdakı suallardan hansının mətn üzrə cavab verilmir? A variantı qartalın 40 yaşından sonra uça bilməməsinin səbəbləri nələrdir? Qartalın 40 yaşından sonra uça bilməsinin səbəbləri mətndə göstərilmişdir. Dimdiyi uzanır, əyilir, tükləri pırtlaşır və s. B variantı qartal yenilənmə prosesinə başlamaq üçün niyə sakit bir yer seçir? Bu sualın cavabı mətndə aydın şəkildə ya da dolayı şəkildə qeyd olunmuyor. C variantı qartal yenidən doğuluş prosesi seçməsə onun taleyi necə olacaq? Bunun da doğru cavabı mətnimizdə var. D variantı qartalın yenilənmə mərhələsi təxminən neçə gün davam edir? Konkret gün verilir mətndə. Qartal yeni dimdiyi çıxdıqdan sonra bədənin hansı hissələrini dəyişməyə başlayır? Dimdiyi çıxdıqdan sonra tüklərini yolmağa başlayır. Bunun da cavabı mətnimizdə var. Mətndə nöqtələrin yerinə yazılacaq ən uyğun fikir, nöqtələrin yerinə yazılacaq ən uyğun fikir uçmaqda və ov etməkdə çətinlik çəkir. Mətnin əsas ideyası hansıdır? A variantı qartal yaşlandıqca zəifləyir və ov edə bilmir. Əlbəttə ki, bu doğru deyil. B variantı ağrı və çətinliklərlə dolu yenilənmə həyatda qalmağın əsas şərtidir. Bu tamamilə doğru variantdır. Cavab B variantı. Digər variant qartalın uzunömürlülüyü təbiətdən asılıdır. Bu da doğru cavab deyil, çünki qartalın çıxdığı mübarizələrdən danışılır bu mətndə. D variantı ölüm bütün canlılar üçün qaçınılmazdır. Bu da mətnin ideyası ola bilməz. Hər canlı qocalıqla üzləşir. Mətndə belə bir fikir var. Sadəcə qartalın qocalmasından bağlı fikir var. Ona görə də E variantını doğru variant hesab eləmirik.